Böyle kezir kalmışsan. Niye sana zabit rüşvesi vermeyipler? Gelir alır. O kıymetlendirebilir miyim? Ben sana leytinat rüşvesi verdim. Bugün bu merasimden sonra leytinat vagonlarını buna verirsin. Ali Başkanlık komandanımız Güzel Melike Ahmedova serpilişi huzuruna geldi. Tabii ki. Möhtərəm prezidentimiz, mən artıq 7-ci ildir ki cəbhədəyəm. Səngər qardaşlarımla, o qartal igidlərlə çiyin-çiyinə dayandığım üçün fəxr edirəm. 3 qardaş itirmişəm. İkisini didərgin düşdüyümüz Ermənistanda itirdim 2 qardaşımı Yaqubla Sayadı. Qəbirləri əsirlikdədir. Sonra isə 3-cü qardaşım Kamandarla and içdik. And içdik, neçə ki torpağımız yağı tapdağındadır. Neçə ki yurdumuz düşmən əlindədir. Biz onu xilas etməliyik. Qardaşımla ikimiz qələbə sorağı ilə getmişdik. Qardaşım Kamandar Fərrux dağında şəhid oldu. Ancaq mən bunun üçün heç vaxt kədərlənmirəm. Mən məğrur dayanmışam düşmən önündə. Mən cəbhədə Kamandar kimi neçə-neçə qardaş tapmışam. Neçə-neçə sirdaş tapmışam. Mən isə şahid kimi hələ də yaşayıram və qələbə sorağı gözləyirəm. Mən sizə söz verirəm, bu yoldan dönməyəcəyəm. Qələbə torpağı gətirməyincə. Çox sağ olun sizə, öz minnətlərim. Evet. Sen çok yaxşı söylədin. Ama sen niye indiyə qədər bir belə pulu verirsən, elə kezir qalmışsan? Niye sana zabit rüşvəsi verməyiblər? Gelir alır. O qiymətləndirə bilməyib, ben sana leytinat rüşvəsi verdim. Yoxlar, mən onu da deyim ki, mənim şəhid qardaşım Kamandar leytenant rütbəsinə çatmışdı, ancaq o rütbəni ala bilmədi. Gəldi 3 aydan qardaşım kəşfiyyat komandiri olubdu. Mən də onlar 2 dəfə əsir yurdumuza dönmüşəm və qardaşlarımın əsir torpaqlarından götürmüşük, bir ovuç gətirmişəm. Həmən torpağı qardaşım dedi, Mələkə saxlayaq. Anam çox nigarandı. Bir şey olsa anamın qəbrinə səpərik. Ancaq elə gəldi ki, qardaşım Kamandar şəhid oldu. Yaqubla Sayadın qəbrindən götürdüyüm torpağı onun uçundan qəbrinə səpəsi oldum. Və 3 qardaşı bir qəbirdə birləşdirdim. İndi mənim ürəyim rahatdır ki, 3 qardaşım bir qəbirdə, bir məzarda Şəhidlər Xiyabanda uyuyur. Mən həmişə oranı ziyarət edirəm. Və çox sağ olun.